Larında var ki, ailə quranda Allah dərgahında birinizdən Allahdan əhdi peyman bağlayın ki, mən bu kişinin qızını alıram, bu kişinin qızıdır ki, mən o kişinin oğluna ərə gedirəm və aramızda əhdi peyman olsun. Və olur, həyatdır, birinci olmasın. İslam ümumiyyətlə bir çox o adını çəkə bilməyəcəklərimin əleyhinədir. Bəzilər görsədilər ki, yox, belədir, xeyr, İslam onun əleyhinədir, bir mənalı olaraq. İkinci də ki, nəyə görədir ki, bir ərdən oldu da boşandın, getdin, boşandın, ikinci dəfə ərə getmək istəyirsə 3 ay, 10 gün iddə saxlamalısan. Bax, bu problemlər ortaya çıxmasın. Bir də bir aydan sonra getdin, ikinci ərə getdin, mən nə bilim o kimin uşağıdır. Ona görə də o bizim milli adət, dini dəyərlərimiz var. Biz müsəlmanıq və İslam dinində mənsub olan bir bəndələri, insanları. Ona görə də indi Nuranə xanım da sözündə qatırıram. Sizin də sözündə həqiqət var. Bəli, biz o əməllərə riayət etməliyik. İndi bu xanımın düzdür, mən bu xanım olanda birinci dəfə də belə işte, amma izləmişəm bəzi yerlərdə. Xanımın günahı böyükdür. Bəli, o uşağın bir səhvi yoxdur. Uşaq dünyaya gəlib, 6 yaşı var, 6 ildir yaşayır və bunun gələcəyi və bunun gələcəyini qurmalıyıq. Bəli, birinci növbədə, amma ananın öz böyük səhvi var. İndi bağışla məni, dədə-babada deyirlər ki, ata-ana başlıq parasını ata-anaya verirlər. İndi məlum olur ki, bunun başlıq parasını başqasına veriblər. İndi başqasına verə-verə gəlib böyüklərim, gəlib insana, mən təəssüf edirəm ki, indi hansı bir situasiyada bir çıxış yol tapaq. İndi siz deyin, mən də dinleyim. İndi biz Hansı çıxış yol tapaq?